Salam əziz tələbələr, imtahana sayılı günlər qalır və mən sizin üçün bir mətnin, tekstin izahını vermək istəyirəm. Buyurun, tanış olaq. Прочитайте текст, выполните задание 6-10. Yəni, mətni oxuyun, 6-cı və 10-cu suallara qədər o mətndə olan sualları yerinə yetirin. Əvvəlcə müəllimə sizə desin ki, buradakı mətndəki söhbət Xudadad bəy Rəfibəyevdən gedir. İctimai və siyasi xadim Xudadad bəy Rəfibəyev. Biz heç vaxt almadan, yəni mətni tam oxumadan mətnə girişməliyik. Niyə vaxt almadan? Çünki biz dili çox yaxşı bilmirik. Mətni oxusaq belə bu suallara çatanda artıq oxuduqlarımız belə yaddan çıxacaq və bir qədər imtahan həyəcanı, yəni bu vaxt itkisi olacaq. Biz suallarla gəlin mətnə girişək və bu yolları sizə öyrətmək istəyirəm. Birinci 6-cı suala baxaq. Выберите правильный вариант ответа один из предложенных согласно текста. Yəni, elə bir variant seçməliyik ki, mətnin məzmununa uyğun olmalıdır. Yəni, buradakı cümlələrlə uyğun olmalıdır. Və burada da bizə iki variant verilib. Aşağıda da iki variant verilib. Özünüz görürsünüz. Verna, neverna. A variantı vernadır, doğrudur. B variantı da nevernadır. 6.1, 6.3, 6.4 və bunlar hamısı 1 baldır. Bəzən tələbələr elə bilir ki, hər sualın özü 1 baldır. Çünki bu 6-dan çıxmadığına görə 1 baldır. Amma sizə bir şans verilir burada. Eləcə də 11.1-dən də 4-ə qədər o şans verilir. Əgər 4-ünə doğru cavab versəz, əlbəttə ki 1 bal, təbii. 3-ünə doğru cavab versəz, birinə səhv, 0,5 bal gələcək. X-inə doğru, X-inə səhv cavab verəndə artıq heç bir düz olmayacaq və cavab 0 gələcək. Так, 6.1-ə baxaq. Будущий врач получил высшее образование в Харькове. Yəni, gələcəyin həkimi öz təhsilini Xarkov şəhərində almışdı. Gəlin mətnə giriş alaq və baxaq. Так, известный политический общественный деятель Худадад бек Рәфибеков родился в Генже, Азербайджанского просветителя. Он оказывал отец исключительным. Gəlin baxaq birbaşa. Вот, в 1903 году Худадад бек Рәфибеков окончил медицинский факультет Харьковского университета. Demək, bizə bura qədər lazımdır. Yəni, o 1903-cü ildə tibb fakültəsini Xarkov şəhərində bitirmişdir. Demək, 6.1-imiz olur A variantı. Buyurun, dönüş edək və 6.1-i A variantı kimi götürək. İndi 6.2-yə baxaq. Худадад бек Рәфибеков был одним из первых терапевтов страны. Ölkənin bir nömrəli, yəni birinci terapevtlərinə, yəni can həkimi oldu. Gəlin baxaq, həmin fakültədə hansı fakültəni bitirmişdir? Так, он стал одним из первых хирургов Azərbaycana. Demək, Azərbaycanın ilk cərrahlarından biri olmuşdu. Ona görə 6.2-miz olacaq neverna. Əgər biz bu qaydada götürsək, heç bir vaxt itkisi olmayacaq və tez də cavab verəcəyik. 6.3-ə baxırıq. Первое в истории Azərbaycana медицинское общество было создано в Baku. Azərbaycan tarixində ilk dəfə, yəni səhiyyə cəmiyyəti, tibb cəmiyyəti Bakıda yaradılmışdır. Gəlin baxaq. Dönüş edək, baxaq. Так, именно, вот, сейчас, окончил Худадад, занимался, к примеру, Кавказский календарь. Вот, в 1914 году, baxın bura, bu abzasdan baxın. Именно в Генче было создано первое в истории Азербайджана Генчинское медицинское общество. Вот так. Halbuki onun da orqanizatoru, təşkilatçılarından biri Xudadad bəy Rəfibəyov olmuşdu. Demək, 6.3-ümüz də doğru variant oldu. Demək, 6.3 də oldu verna. Biz bunu, to есть, не verna. Çünki Bakı, burada Bakıdır, amma orada Gəncə idi. B variantı. Так, Xudadad bəy делал все возможное, чтобы установить стабильность родной губернии. Yəni, quberniyada işləyəndə o əlindən gələni edirdi ki, həmin o əyalətdə, quberniyada tam, demək, doğruluğu bərqərar etsin, stabilliyi bərqərar etsin. Он приложил вот так. В 1919 году назначен губернатором
Gencinski quberniya. Gəncə əyalətinin qubernatoru seçildi. Период своего правления, baxın, öz idarə etmə ərəfəsində проложил все усилия к борьбе, становлению законности и правопорядка губернии. Yəni bütün səyi ilə can atırdı ki, yəni həqiqəti, yəni doğruluğu bu əyalətdə bərqərar etsin. Demək bizim 6.4-ümüz də oldu A variantı. Demək, bu da oldu A variantı. İndi 7-ci suala keçid alırıq. Deyir ki, расположите в правильном порядке события жизни Xudadadova Rəfibəyova. Yəni, bu mətnə uyğun olaraq onun həyat və yaradıcılığını ardıcıllıq bir şəkildə biz düzməliyik. Ən birinci, hələ bura qayıdış etmədən, ən birinci bilirik ki, возвращение выпускника медицинского факультета на родину. Yəni, o tibb fakültəsini становление как врача 3-dən başlayır. Əgər bu 3-dən başlayır, çünki biz yuxarıda gördük ki, cümlələrin əvvəlində onun tibb fakültəsini bitirib və doğma demək, vətəninə həkim kimi qayıtması oldu. Əgər 3-dən başlayırsa B variantı da getdi, Y variantı da getdi. Demək, 3-dən 3-ü götürdük. Является создателем literatурного общества. Ondan sonra isə onun ədəbi yaradıcılığı başlayır. Gəlin istəyirsiniz dönüş edək, baxaq. Yəni onun sonra gəlir, baxın, Gənci, çünki onun burada artıq Azərbaycanski poeziya nizami уже вот именно ему принадлежит заслуга создания общества изучения наследия классика азərbaycanской поэзии Nizami Gəncəvi. Занимался исследовательской деятельностью. Yəni, o ictimai və siyasi xadimdir. Birinci, onun həkim kimi ölkəmizə qayıtması. İkinci, o ədəbiyyat sahəsində, yəni yaradıcı bir fəaliyyət göstərmişdi. Ona görə də demək, 3-dən sonra hansı variantımız gələcək? Demək, 3-dən sonra 4 olacaq. 3-dən sonra 4-dürsə, demək ki, A variantı ilə C variantı arasında qalırıq, D variantı da getdi. 2 variant arasında qalırıq. Sonra 1-ə baxırıq. Gəlin baxaq. Əvvəlcə C variantına baxaq. Назначение Xudadadova Rəfibəyova na post qubernatora Gəncə. Ondan sonra isə o Gəncədə qubernator vəzifəsinə seçilir. Demək, bizim doğru variantımız oldu C variantı. Çünki bu da getdi. 4-dən sonra, 3-dən sonra, 4-dən sonra 5 yox, 1 gəlir. Sonra 5 gəlir ki, создание Азербайджанской демократической республики и назначение Xudadadova как должность министра здравоохранения və Azərbaycan Demokratik Respublikası yarandı, o səhiyyə naziri kimi artıq seçildi. Demək, bu da 5 gəldi və ən sonda da 2 gəlir. Борьба истинного патриота, становление мира порядка губернии. Yəni, onun bir patriot kimi həmin o qubernidə, əyalətdə qayda qanunu yaratması idi ki, o da sonuncu cümləmiz idi ki, bayaq biz onu oxuduq. Bu da oldu variant C. Keçid alırıq 8-ci sualımıza. Doполните предложение, cümləni tamamlayın. İzvesni общественный деятель Ələkbər Rəfibəyov, yəni çox ictimai xadim olan Ələkbər Rəfibəyov, gəlin baxaq ki, onun burada finansовый поддержка талантливых малоимущих dedi. Məncə bu variant olacaq. Çünki o həmişə demək istedadlı, yoxsul uşaqlara kömək edirdi ki, onlara necə deyim, finansıvi, materialını kömək edirdi. Yəni maddi cəhətdən onları dəstəkləyirdi. Gəlin indi həmin cümləni təsdiqləmək üçün baxaq. Вот, нуждающимся в помощи медицинским обществам, минуточку, врачебным. Именно принадлежит медицинской родину. Сейчас. Он оказывал, baxın, материальную помощь одаренным детям, бедняков, получение образования. Yəni, o, yoxsul uşaqların təhsil almasında maddi cəhətdən onlara dəstək göstərirdi, onlara kömək edirdi. Demək, bizim doğru variantımız olacaq, elə 7-də doğru variantımız, 8-də doğru variantımız olacaq A variantı. İndi 9-a baxırıq. Выделенное слово решение. Baxın, bu bir qrammatik sualdır. Çünki sinonim bizdən istəyir burada. Решение sözü qərar deməkdir. Qərar sözünün sinonimini biz tapmalıyıq. Əvvəlcə biz sözlərin tərcüməsini bilməliyik. Ukazание göstəriş deməkdir. Изыскание axtarış deməkdir. İzявление bildiriş, заявление da
ərizə deməkdir. Demək, postanovleniya sözü qətnamədir. Qətnamə sözü də Azərbaycan dilində qərar sözü ilə sinonim sözdür. Demək, doğru variantımız olur S variantı. Və 10-cu sualımıza baxaq. На какие из перечисленных вопросов есть ответы в тексте? Hansı sadalanan suallara cavab var? Gəlin bir-bir suallara oxuyaq. Где Ходадат Рефибек получил высшее образование? Конечно, в Харькове. Demək, birə cavab var, biri götürürük. К чему стремится Ходадат в будущей должности губернатора? Nəyə can atırdı? Həmişə can atırdı ki, əyalətdə doğruluğu, bütün var gücü ilə doğruluğu bərqərar etsin. Demək, ikiyə də cavab var. Когда Ходадат был назначен на должность министра здравоохранения? Azərbaycan Demokratik Respublikası yarananda o səhiyyə naziri kimi seçildi. Demək, üçə də cavab var. Почему Ходадат Рефибеков оказывал поддержку деятелям культуры? Niyə ictimai xadimlərə o kömək göstərirdi? Amma burada belə bir şey yox idi. Biz gördük ki, o materialna pomoşu göstərir istedadlı yoxsul uşaqları. Demək, 4 səhv variantı. В каком году скончался отец Ходадат Bey? Onun atası neçənci ildə yəni vəfat etmişdir? Bu suala da biz mətni oxuduq və heç bir yerdə, heç bir abzasda o suala rast gəlmədik. Demək, bizim doğru cavabımız olur 1, 2, 3. Hər birinizə uğurlar. Sizi yormadan yenə də növbəti dəfə sizin üçün mətnin və bir dinləmənin də izahını vermiş olacağım. Uğurlar.